Əməkdar artist Elza Seyidcahan, müğənni Roza Zərgərli ilə aralarında davam edən məhkəmə prosesindən danışıb. Publikaz Axşamaza istinadla xəbər verir ki, müğənni öz aramızda verilişində ad çəkmədən Zərgərlinin onunla barışmaq istədiyini deyib. Qarşı tərəf məhkəmədə dedi ki, Allah üzümə gülüb, qapılar üzümə açılıb, gəl barışaq və layihələr edək. Burada üzümü yox, şərəf və ləyaqətimi, daşıdığım fəxri adları, mənə tərbiyə verən müəllimlərin hüquqlarını qoruyuram. Açıq-aşkar təhqir olunmuşam. Məhkəmədən sonra mahnı da oxuyarıq, layihə də edərik. Killi insan deyiləm, amma qanunla bu iş yoluna düşməlidir. Haqq öz yolunu tapdı və tapacaq da. Məhkəməyə bitmək demək olmaz, narazıçılıq var. Qarşı tərəfin fikrini bilmirəm. Mən haqsızlıq etsəm, yaşda böyük olsam da üzr istəyərəm. Hələ onun danışmağına imkan verən blogerdən də, Baylarsoylar ləqəbi ilə tanınan bloger Arifə Məmmədovandan da şikayət etmişik. Əl-ələ verib məni təhqir ediblər. Qanun nəyi tələb edirsə, o da olacaq. Səhv edən səhvini bilməli, gəlib üzr istəməlidir. Qeyd edək ki, Roza Zərgərli YouTube-da yayımlanan Baylarsoylar layihəsində Seyidcahanın ünvanına təhqiramiz fikirlər səsləndirərək onu meymun, təlxək, dəli adlandırıb. Şərəf, ləyaqət və işgüzar nüfuzunun təhqir edildiyini bildirən Elza Seyidcahan qarşı tərəfi məhkəməyə verib.